46-cı ildən başlayaraq Amerikalılar Sovet İttifaqının ekspansiyaya başladığını hiss edirlər. Yəni ilk növbədə İran və Türkiyədən gedir söhbət ki, Sovetlər oranı ələ keçirmək istəyirdilər. Və bununla bağlı çox maraqlı bir tarixi sənəd var. George Kennan adlı bir Amerikalı diplomat, Moskvada işləyən Amerika diplomat Vaşinqtona, mərkəzə bir telegram göndərir. Tarixdə bunun adı uzun telegramdır, long telegram. Və izah eləməyə çalışır ki, Rusların və ya Sovetlərin əsl niyyəti nədir və onlar genişlənməyi düşünür, ekspansiyaya düşünür və bu soyuq müharibənin başlanğıcı kimi hesab olunur ki, Amerikalılar da artıq hərəkətə keçib Sovet İttifaqının qarşısını almaq üçün müəyyən addımlar atırlar. O addımlardan biri də NATO-nu qurmaq olur. Və sonradan Türkiyəni də NATO-ya almaqla sanki bu cəbhəni sağlama alırlar, yəni təhlükəsizləşdirirlər. Bu birinci, deyək ki, böhran NATO-nun mövcudluğunda başlayır Sovet İttifaqı dağılandan sonra. Sovet İttifaqı dağılandan sonra artıq sanki bu kollektiv təhlükəsizlik qurumuna ehtiyac qalmır. Çünki artıq Sovet İttifaqı yoxdur, NATO Sovetlərə qarşı formalaşırdı, qurulmuşdu və artıq 90-cı illərdə mübahisələr başlayır ki, NATO-ya ehtiyac var, yoxdur və s. Amerikalılar və Avropalılar müəyyən müzakirələrdən sonra qərara gəlirlər ki, NATO davam etsin. Fərqli istiqamətlər seçilir. Məsələn, 2000-ci illərdən sonra bu terrorizmlə mübarizədir, asimetrik təhdidlərə qarşı mübarizədir və s. Amma yenə də gərginlik qalır. Çünki daha çox büdcə, daha çox pul xərclənir Amerika tərəfindən.